Salam əziz uşaqlar, bu günləri 16-cı sınavımızın izahına baxacağıq. Ümumi sınavdır. Gəlin ilk növbədə dinləməyə qulaq asaq, daha sonra isə dinləmənin həllinə baxaq, sualların izahına baxaq. Unit 16. Listen to the passage and answer the questions from 1 to 4. Water gardening is gardening that's concerned with growing plants adapted to lakes, rivers, and ponds. A water garden is often created using water-resistant materials. Common water plants include floating plants such as water lilies, water lettuce. Some water gardens also include fish, amphibians, and other aquatic creatures. A water garden is beautiful and offers several benefits for both people and environment. It can help improve the water quality in your garden. A water garden can also help conserve water, allowing rainwater to be collected and reused. It can provide a natural cooling effect on your property, making it more comfortable during hot summer days. It reduces noise pollution and provides a place for people to relax and connect with nature. A water garden can lower stress levels. Choosing the right plants for your water garden is essential to creating a beautiful and thriving ecosystem. Sunlight is also important for plants. With a little care, your garden can last for many years. Okay, cümlələri oxuya-oxuya dinləməmizi dinlədik. Siz bunu videonu saxlayıb bir dəfə də dinləyə bilərsiniz. İndi isə gəlin bir sualların izahlarına baxaq. İlk öncə də birinci cümləmizi oxuyuruq. Doğru variantımızı seçirik. What is a water garden more comfortable on hot days? Nədir bu yay günlərində su bağlarının daha rahat olması? Nə üçündür daha rahatdır, daha əlverişlidir, comfortable'dır? Nəyə görə? Çünki deyir ki, burada a water garden has a cooling effect in summer. Bəli, su bağlarının deyir, nəyi var? Sərinləşdirici effekti var. Digərləri it collect more water on hot summer days. Daha çox su toplayır. Xeyr, plants need more water. Daha çox suya ehtiyacı var. D variantında the water garden becomes more beautiful in summer. Daha gözəl olurlar. Lack of rainwater makes the water garden more comfortable. Daha çox belə deyək, yağış sularından söhbət gedir burada. Amma ki, biz əsas tərcüməmizə görə tapdıq ki, yağış suyunun olmaması deyir, vaxtsanı daha rahat edir. Lack olmaması zəifliyi deyir. Yox. Növbəti tapşırığımızda isə while creating a water garden it is essential to deyir ki, sualın ardını tapacaq. Deyir ki, su bağı yaradarkən seçim etmək vacibdir. Əsas seçim etməkdir. Nəyə vacibdir? Nəyə vacib idi? Biz orada eşidirik ki, the right plants or materials. Doğru bitkilərin və materialların seçilməsidir. The right place or water yox. Və yaxud deyirdi ki, the flowers and rivers, çaylarda deyildi ki, bu season and water animals, the right water lecture, düzgün su şaxaları, heç bu orada yox idi. Siz fəsillər və su heyvanları, güllər, çaylar və yaxud doğru yer və su deyildi. Və bir də mətnimizin adı nə idi? Biz gördük ki, burada düzü water animalsdan danışdı orada bu. Deyildi ki, orada su heyvanları, su gülləri, məsələn ki, lotus, su zambaqları falası. A variantı ilə bunlar səhvdir. Water resistant materials. Təbii yer burada olacaq. İstirahət üçün təbii yer. Bu olacaq bir variantı. Amma məsələn, suya davamlı materiallar və yaxud floating water, plant, üzən su bitkiləri, xeyr, ümumi təbii bir istirahət mərkəzindən söhbət gedirdi.
və sudan ibarət. Dördüncü tapşırığımızda isə bizdən soruşur ki, bizim dinləməmizdə doğru və yanlış cavablar nədir? Bu dinləyə bəzilərinə işarələr qoymuşdum sizə. Water garden improves the water quality. Su bağı su keyfiyyətini yaxşılaşdırır. Yəni burada suların keyfiyyətini yaxşılaşdırdığına söhbət gedirdi. Vardı orada. Sunlight is important for water garden. Günəş şüaları da deyir, su bağlar üçün önəmlidir, düzdür. Onunla olan cümlələr adətən yanlış olur olsa. Only fish can live water garden. Yalnız deyir, balıqlar yaşaya bilirdi. Xeyr. You can hardly grow, hardly inkar məna belə floating plants in a garden. Siz də çətinliklə deyir, əkə bilərsiniz, becərə bilərsiniz bitkilər, üzən bitkiləri. Xeyr, əslində onların yeri idi bu. Niyə ki, çətinliklə belə deyək, becərək bunu. İndi isə short tekstlərimizə başlayaq. Qısa mətnlərimizi birinci oxuyaq, daha sonra cavablarına birlikdə baxaq. Jane learned about the homeless from a social media site. She decided to visit the place where they live. Her father made a video of the homeless and posted it on Facebook. In a short time, she collected a lot of money. All the collected money was spent on the house for the homeless. Burada nə demək? Homeless nə deməkdir? Evsiz insanlar deməkdir. Jane deyir, sosial media saytlarının birindən evsizlər haqqında məlumat əldə etdi. Onların yaşadığı yerə baş çəkməyə qərara gəldi və onun atası bu evsiz insanlar haqqında bir video çəkdi və onu Facebookda paylaşdı. Qısa zaman ərzində deyir, çoxlu pulları yığıldı, toplandı və bütün bütün pullar evsizlər üçün evə xərcləndi. Baxaq görə burada nədən söhbət gedir. A variantında deyir ki, Jane and her father were able to help needy people. Jane və atası ehtiyacı olan insanlara kömək edə bildilər. Needy people da nədir? Ehtiyacı olan insanlar. Bəli, bu elə doğrudur. Sadəcə digərlərinə də baxaq. Jane visited the homeless to give them money. Jane evsizlərə pul vermək üçün onlara baş çəkdi. Xeyr, bu getmədi. Sadəcə istəyirdi onu. Burada deyir ki, o istəyirdi ki, getsin hardadır olar. Jane didn't want to help the. İstəmirdi evsizlərə kömək etməyi. Burada inkar olanları. Jane'in atası bunun əleyhinə idi. Against evsiz insana kömək etməyə əleyhinə idi. Xeyr, o kömək edirdi. Hətta Facebook'a video paylaşdı, video çəkdi. Jane and her father couldn't settle the problem of the homeless. Jane'in atası evsizlərə kömək etməyə qarşı idi dedi və deyir ki, Jane və atası nə edirlər? Jane və atası evsizlərin problemi həll edə bilmədilər. Burada da qudunun olduğuna görə inkar edilir. Dediyimiz kimi A variantı ən doğru variant. Gəlin 6-cı tapşırığımıza baxaq indi. 6-cı qısa mətnimizi oxuyaq. On weekends, Kate is a storm catcher. Həftə sonları Kate fırtına təqibçisi idi, təqib edirdi. Storm catcher təqibçisi. On Friday she checks the weather forecast for the weekend. Cümə günü həftə sonu üçün hava proqnozunu deyir, yoxladı. Checks. She learns that there will be a tornado in her area. O deyir, öyrəndi ki, onun yaşadığı ərazidə tornado olacaq. She knows that the tornado may go too close. O bilir ki, tornado çox yaxınlaşa bilər. She leaves the note with the word a fast and dangerous tornado. O belə bir qeyd elədi. Sürətli və təhlükəli tornado sözü ilə bir qeyd yazdı. Okay, nə deyir? On Friday she is a storm catcher. Cümə günləri o fırtına haqqında belə deyək, izləyirdi. Xeyr, bu nə vaxtdır? 10 weekdays idi. Friday'də hava proqnozunu yoxlardı. Without checking weather forecast, she leaves the note. Hava proqnozunu deyir, izləmədən, yoxlamadan o deyir,
bir not buraxdı, not yazdı. Xeyr, bu da deyil. Burada isə she can warn about the coming tornado. O yaxınlaşan tornado barədə xəbərdarlıq etdi. Warn about, xəbərdarlıq etmək, edə bildi deyir, bəli. Tornadoes never get closer. Heç vaxt deyir yaxın gələ bilməz, yaxınlaşa bilməz. Xeyr, orada deyirdi ki, o bilirdi ki, yaxınlaşa bilər. She has never seen tornado coming closer. O heç vaxt tornadonun yaxınlaşdığını görməyib. Belə bir informasiya da orada yox idi. Növbəti 7-ci tapşırığımızda isə elan tipli görünür. Intensive courses, learn any 3 languages in 8 months, 3 hours a week, small groups or private lesson. It is located near the center. İntensiv kurslar 8 ay ərzində istənilən 3 dili öyrənir. Həftədə 6 saat. Kiçik qruplar və ya fərdi dərslər mərkəzi yaxınlığında yerləşir. 3 dili 8 aya öyrədirlərsə, nə qəşəng şeydir bu. Belə bir metod görməmişəm. Hər kəsin ki, bazası yoxdursa, onu öyrənmək çox çətindir. Görək nədən söhbət gedirdi. Bizim kurs leklarımız idi. Doğru variantı seçəcəyik. It is located is too far from deyir. Mərkəzdən daha çox uzaqdadır. Xeyr, orada nə deyirdi? Bizə deyirdi ki, mərkəzə near the center yaxın idi. Ona görə bu səhvdir. Növbəti the language courses suggest only private. Yalnız deyir, özəl dərslər verir. Xeyr, orada online dərslərdə belə deyək, verdiyim qeyd edirdi. You must pay a lot of money. Puldan söhbət getmədir, çoxlu pul ödəməsiniz. Language courses offers its opportunity. Belə deyək, dil öz imkanlarını təklif edirdi. Bəli, bu olacaq. Two languages, 2 dil, 3 dildən söhbət gedir. Kursda 2 dil öyrənmək olar, mümkündür. Xeyr. Orada 3 dildən söhbət gedir. Ona görə D variantı daha doğru variantımızdır. Növbəti mətnimizə baxaq indi. Outdoor activities. Nədir bu? Belə deyək. Açıq hava aktiviteləri. Outdoor activities refer to leisure activities that take place in natural setting and benefits the body, mind and spirit. Nədir? Açıq hava fəaliyyətləri təbii şəraitdə baş verən və bədənə, zehnə və ruha fayda verən asudə vaxt fəaliyyətlərinə aid. Leisure, free time sözü ilə sinonimdir. Studies have shown that our mind and bodies relax in a natural setting. Araşdırmalar göstərir ki, zehnimiz və bədənimiz təbii şəraitdə rahatlaşır. Relax in natural setting. Fresh air, natural sunlight and connecting with nature have all been proven to help reduce stress, boost mood. Burada deyir ki, təmiz hava, təbii günəş işığı və təbiətlə əlaqəli stressi azaltmağa və əhval-ruhiyyəni hiss kömək etdiyi neynəlmişdir? Sübut etmişdir. Araşdırmalar öyrənilmişdir ki. Outdoor exercise stimulates all 5 senses in a way that indoor activities cannot. Being out impacts the brain in positive way. Nə deyir? Təmiz hava, günəş işığı, bir də açıq havada bir dəqiqə burada başlayırıq. Açıq havada idman etmək, bir dəqiqə burada açıq havada idman etmək, qapalı məkan fəaliyyətlərini edə bilmədiyi şəkildə bütün 5 hissi stimullaşdırır. Baxın burada. And being out impacts the brain in positive way. Çöldə olmaq beyni müsbət təsir göstərir. And vitamin D, which may have protective effect against everything, goes up if you are in sunshine about 10 and 50 minutes. Çöldə olmaq beynə müsbət təsir göstərir. Günəş altında təxminən 15 dəqiqə olsanız, hər şeyə qarşı qoruyucu təsir göstərə bilən D vitamini yüksəlir. Bilirik ki, günəş şüalarında nə var? Bir dəqiqə. D vitaminimizi bizim çoxaldır. Növbəti
cümləmizdə isə those who exercise outdoors burn 10% more calories when they walk or run than they do when they work indoors. Açıq havada idman edənlər içəridə işlədikləri vaxta nisbətən gəzərkən və qaçarkən 10%-dən daha çox kalori yandırırlar. Another bonus kinds are twice as active when they play outside. Digər bir bonus isə uşaqlar açıq havada oynarkən 2 dəfə daha aktiv olurlar. One of the great benefits of outdoor activities is the chance to restore a sense of community and friendship with people we know or friendly strangers. Əla. Burada isə deyir ki, açıq hava fəaliyyəti ən böyük faydalarından biri də tanıdığımız insanlar və ya dostluq münasibətləri qurmaq şansıdır. It helps to build social confidence. Bu sosial etimadın qurulmasına kömək edir. Running or jogging in general is the most outdoor activity. Qaçış və ya bu da elə hər ikisi qaçışdır. Bu asta qaçış və sürətli qaçışdır. Ümumi deyir ən çox deyir yayılan nədir? The most outdoor activity. Ümumi deyir ən çox yayılan aktivitə. Çöl deyir idmanlarıdır, belə deyir. There are plenty of more physical and mental health benefits of being outdoors, so why not try it yourself? Açıq havada olmağın fiziki və zehni sağlamlığımız üçün daha çox faydası var. Bəs niyə özünü sınamayasınız? Why not try it for yourself? Bəli, biz gördük ki, mətnimiz açıq hava fəaliyyətlərinə söhbət gedir. Birinci, belə deyək, sualımızın cavabında biz yanlış variantı götürəcəyik. Bu yanlış nədir burada cümlədə olmayan? Mətndə olmayan. Children become more active outdoors. Uşaqlar çöldə daha aktiv olurlar. Bəli, var idi bu. Outdoor activities have a lot of health benefits. Açıq hava deyir, fəaliyyətlərin sağlamlığına bir çox faydası var. Being outdoors affects the brain positively. Çöldə deyir, olmaq deyir, beyni deyir, müsbət şəkildə deyir, müsbət təsir göstərir. Bu da var idi. Outdoor activities make a person unsociable. Deyir ki, çöl aktivitələri insanları ünsiyyətçil, sosial etmir. Xeyr, burada məncə bu yox idi axı. Və deyir, indoor exercise can stimulate all five senses. Burada bununla. Outdoor activities make a person unsociable. Niyə? Burada unsociable vardı ki, niyə bilə bizə deyirdi ki, burada friend, it one of the great benefits activities is chance, restore sense, community and friendship. Burada var idi bu. Bunda yox, səhvdir. Indoor exercise can stimulate all five senses. Qapalı məkan idmanları bütün 5 duyğunu inkişaf etdirir. Burada nətər olur? Bu da doğrudur. Bu da orada yoxdur, bu da yoxdur. Outdoor activities make a person unsociable. Sosial etmir. Bunlar hər ikisində yanlış variantdır. Burada belə bir şey yoxdur. Neysə, bunların ikisini də götürək. Burada sualı da bir sual işarəsi qoyaq ki, nəsə burada tam doğru bilməyib. Bəzi olur, kitablarda səhvlərimiz olur. Mətn nə haqdadır dedikdə, biz daha çox görürdük ki, outdoor activities, the adventure of being in nature, təbiətdə olmağın deyir, müsbət üstünlüyü, adventure və deyir, açıq hava oyunlardan söhbət getmirdi burada. Elə A variantı olacaq burada. The bonus of indoor activities, qapalı məkan aktivitetin bonusları, xeyr, friendship between people and nature, insanla və təbiət arasında dostluq, lack of vitamin D çatışmamazlığı. Lack çatışmamazlıq mənfi məna ifadə edir. Bu da A variantıdır. Bu variantımız düzdür. Belə baxıram, bu 8-ci sualın kitabda E variantım kimi verib, amma burada da unsociable sözü burada uyğun deyil. Səhvlik var bu sualda. 10-cu tapşırığımıza baxırıq. Burada nə deyir? Why are outdoor activities more important? Nəyə görə deyir? Açıq hava deyir, idmanları, fəaliyyətləri bu qədər populyardır, mühümdür. Nə deyir burada bizə? Deyir ki, they make a person physical and mental healthy.
o insanları deyir, fiziki və mental sağlamlığına kömək edir. Belə olacaq da. Onlar isə fiziki və cəhətdən sağlam edir, bəli. They are important only focus. Only olan cümlələr çox vaxt yanlışdır. Yalnız uşaqlar üçün deyir vacib. Xeyr. Indoor activities do a lot of harm. Qapalı məkan aktivitetləri daha çox ziyandır deyir, zərərlidir. No. They are important only for getting vitamin. Yalnız vitamin D almaq üçündür, vacibdir. Xeyr. They are crucial to establish friendship. Dostluq qurmaq üçün onlar çox vacibdir. Xeyr, burada A variantı ilə doğrudur. Yazdıq bunu. 11-ci tapşırığımıza baxırıq cümləni tamamlayır. If you have more outdoor activities, əgər sizin çox deyir, açıq hava fəaliyyətiniz varsa, necə olacaqsınız siz deyir. Burada olacaq deyir. You will be social confident. Daha deyir. Sosial cəhətdən özünə inanımlı olacaqsınız. Bu var idi orada. 2-də deyir D vitamini, your vitamin D will increase. Və D vitamin D'niz artacaq. Bu da var idi orada. You wouldn't enjoy nature. Təbiətdən zövq almayacaqsınız. Səhvdir. It will be difficult for you to make friends. Və dost qazanmaqda çox çətinlik olacaq. Bu da deyil. B variantı doğrudur. Hansı variant doğrudur dedikdə, which statements are true? Indoor activities boost mood. Belə deyir ki, qapalı məkan deyir, fəaliyyətləri deyək ki, əfəl-yüfəni neyinir? Artırır. No, burada outdoors idi. While having an outdoor activity, you enjoy nature. Bu var idi, 2 vardı. Outdoor activities prevent to burn calories. Açıq havada deyir, fəaliyyət kalor yandırmağa mane olur. Xeyr, mane olmurdu. Tam əksi köməkdir. Being outside, you have a chance to speak or stranger. Çöldə olmaq deyir, tanımadığın insanlarla da deyir, danışma şansınızı artırır. Bəli, 1-4 bunlar var idi orada. Digərləri yanlışdır. Növbəti artıq keçdik biz qrammatikamıza. Qrammatikada bizdə nələr soruşur? Birinci tapşırığımıza baxırıq ki, biraz da tərcümə əsaslıdır. Sunu nədir? Qardır və necədir? Sayıla bilməyəndən. Buradakilərin hamısı sayıla bilməyənlərdən işlənənlərdəndir. Luckily, hikers survived extreme weather, snow fell on them. Xoşbəxtlikdəndir. Kimlər? Xoşbəxtliklər turistlər həddindən çox deyir, onların üzərinə deyir, hava şəraiti pis olmasına baxmayaraq deyir, neynədilər? Onların deyir, üzərinə deyir, sağ qaldılar və deyir, onların üzərinə baxmayaraq çoxlu nə qar yağmışdı? Qar az yağmışdır ola bilər də, yəqin ki, little, very little, amma deyir, çox az qar yağmışdı deyir onların üzərinə. Hava şəraiti pis olmasına baxmayaraq deyir, onlar sağ qalmışdı, çünki onların üzərinə çox az, çünki onların üzərinə az qar yağmışdı. Çox az və yaxud çox olsaydı, bu yəqin ki, sağ qalmazlardılar. Tərcümə əsaslıdır, bir balaca düşündürücüdür. Gardening is, yerində olanda is nə olurdu? Nədir? Bağçılıq, burada da an important activity for children. İkinci tərəfdə olmayacaq. Birinci tərəfdə isə an article olacaq. Çünki önündə təsviri təyin var və activity sözü də sayıla bilən tək isimdir. Növbəti tapşırığımız bizə modal feillərdir. Baxırıq ki, cümlədən, nöqtələrdən sonra to işlənir. Məstər to varsa, biz məstər to ilə işlənən modal feilimizi axtaracağıq. Bura can, cannot, bunlar işlədilmir və you ilə does işləmir. Variantı da səhvdir. Burada inkar yoxsa təsdiq götürək. Bunların hər ikisindən sonra to işlənə bilir. Lovely in the hospital, it is against rule. Bu deyir, qaydalara qarşıdır. Sən deyir, xəstəxanada yüksək danışmamalısan. Ona görə A variantı doğru olar. B olsaydı danışmalısan olardı. Onda səhv olacaqdı məntiqlə. Növbəti tapşırığımıza baxırıq. Very sözü var və enough sözü var. Biz bilirik, enoughdan sonra sifət və zərf işlənir. Burada mahnıdan söhbət gedir, isimdir. Ona görə burada nice sifət işlənə bilər. Veridən sonra adi dərəcədə. Burada isə singer sang it. Yəni onu oxuyur dediyinə görə
Artıq burada nə olacaq? Zərf olacaq. Zərfdə də nice-ın sonuna elva şəkilçisi artırırıq və C variantı doğrudur. Enough-dan sonra da, where-dən sonra da adi dərəcə gəldiyinə görə, baxın bunlar uyğun gəlmir. Birinci hissədə isim olduğuna görə D variantı səhvdir. İkincisində də zərf olduğuna görə A variantı da ona görə səhvdir. Növbəti tapşırığımıza keçdikdə isə burada da reading books deyir. Burada nəyə baxacağıq? Reading sözünə baxacağıq. Çünki gerund tərkiblilərdə feillər adətən nədə verilir? Belə deyək. Təkdə verilir. Ona görə gives və has given sözləri doğrudur. Y variantı. 1, 2. Burada siz çaşdırmasın, kitab cəmdədir. Ona görə bəzən 3-4 götürürlər. Amma burada gerund tərkibli olduğuna baxırıq biz. Gerunddan sonra nə gəlir xəbər? Təkdə gəlir. Burada da my bağlayıcıdır. My grandma gives me good advice. Mənim nənəm mənə yaxşı məsləhətlər verir. I feel confused about something. Yaxşı ki, mən bir şeydə deyir. Nəyə? Tərəddüd edirəm deyir. Çaşqınlıq hiss edəndə. Nə vaxt ki olar? Yəqin ki, burada onda da olacaq nə? A variantı. Tərcümə ilə daha yaxşı tapmaq olar. Növbəti tapşırığımız isə yenə də sifətlərin işlənməsindəndir. I felt really and as his friends stood safely beside him. Onun deyir, arxasında durduğuna görə deyir, onun üzü necə hiss edir? Xoşbəxt və proud olar. Bir. Qorxunc və şən. Qorxu ilə şənnətə bir yerdə and varsa, bunlar məna cəhətdən yaxınlıq bildirən sözlər olmalıdır. Angry olmaz və please excited, həyəcanlı və məmnun hiss edirdi. 1, 4. B variantı nədir? Doğru variantımızdır. Tərcümə ilə bunları da tapdıq. Növbəti 20-ci tapşırıqda isə biz bilirik ki, walk for an hour. 1 saatlıq deyir, o deyir. Every day Jane walks for an hour. Harada? The rain or snow, nothing can stop her. Deyir, yağışda da və deyir, qarda da deyir, o neyinir? Gəzir deyir, 1 saatlıq. Nəyə görə? Yağışlı və qarlı burada da olacaq. In the rain or snow. Heç nə deyir, onu saxlaya bilməz. Ona görə A variantı doğrudur. 10 üzərində də olmaz. For üçün bir tərəfdə, hər iki tərəfdə deyim. For a walk olar. Walks for an hour. Bunlar birləşməli formada işlənir. Ona görə A variantı doğrudur. Növbəti isə antonimi seçirik. The family decided to live in a caravan because they wanted to save money. Ailə qərar gələcək karavanda yaşasınlar. Çünki onlar istəyirlər ki, neynəsinlər, biraz pul deyir, qənaət etsinlər. Bunun tam əksidir olanda waste money olacaq. Boşuna sərf eləmək, tullamaq, keep saxlamaqdır, make, borrow, ön qazanmaqdır. Bunlar isə onun antonimi deyil. Passive voice isə məşğul növdə işlənən cümlələr nədir ki? Deyir ki, passive voice-un bizim qaydamız var. Bilirik ki, bu ki olmalıdır və feillər burada zamana uyğun olaraq am, is, are, plus P2 və ya will, be, shall be P2, was, were P2, have, has been P2. Yəni bunlar bu formada olmalıdır. Birinci tapşırıq elə mübtədə ilə yazılıb. Ona görə Yunan olan səhvdir. Variantlar. The change make a will spend. Əgər bu məchul növ olsaydı, willdən sonra be və spend də t-la olmalıdır. Çünki keçmiş zaman olmalıdır. Deməli ki də səhvdir. Expensive jeans. Baxın, made. İndiki zamandan sonra keçmiş feil gəlir. Deməli bir bu. Bir də baxın, bayaq dediyim qayda. Will be done. 3-4. Tapşırığımız D variantı doğrudur. Növbəti tapşırığımız 9-cu siniflərin dərsliyində verilib. Əmr cümlələrinin ayrıcı suallarda will you ilə verilməsidir. Stop lying, will you? Yalan danışmağı dayandır deyir. Yaxşı. Bu formada işlənir. Bu bir qaydadır. 24-cü tapşırıq əsas kömək etmək, proof qəbul etmək. Bu sözlərimizdir. Bir nədir? Help sözünün əsas sözü bir-birinə sinonimdir. 1B. Burada baxaq. 1B. 2-yə baxırıq. Approve, nəsə qəbul, accept eləmək.
2 nə olacaq? C olacaq. 3 də afford. 3 də olacaq nə? A. Have enough money to buy. Əldə edə bilinən. Burada da 3A. Hansı oldu elə? 1, B, 2, C, 3A. D variantı. Növbəti sinonimlərimizi tapırıq. Cütlük attack, person. Bunlar sinonim. Cause ilə də comfortable sinonimdir. Digərləri isə mənacan bir-birinə heç uyğun deyilmirlər. Niyə görə? Çünki baxın. Burada mükafatlandırmaq və cəzalandırmaq sözüdür. Olmaz. İnanmaq, etibar etmək və yaxud şübhələnmək olmaz. Pıçıldamaqla ucadan danışmaq da bir-birinin əksinə gedir. Ona görə də attach və vəsdən bağlamaq mənasında, bərkitmək mənasında bir-birinə sinonimdirlər. 1-2. Növbəti tapşırığımız şəkil üzrə işdir. Şəkil üzrə biz baxırıq ki, küçədə bir pişik var. Bildiklərin yanında oturub çox yazıq qız gəlib onu sığaldayır. Ona yemək gətirəndə isə digər pişiklər də peyda olurlar burada. Necə yazaq bunu? Necə deyək? Bir qıza ad verək. İlk öncə şəkil təsvirlərində adətən çalışın. Şəkildəki əşya, şəxslərə təsvir edib onlara ad verək. Məsələn üçün deyək ki, bir günəşli gün idi. Bir gün. One day. Aya. Neynirdi? Küçədə gəzir, küçə boyu gəzirdi. Was walking along the street. Aha. Sonra qəflətən suddenly she saw keçmiş zamanı a little cat. A little small cat yazaq. Small cat. Balaca pişik məsələn. Balaca little yazmışıq da elə. Small yazaq. Ona görə bunu pozmalıyıq. Small sin cat də yaza bilərik və yaxud burada indi təsvirini verək. Deyək ki, məsələn üçün it was odur çox arıq. It was very thin. Çox arıq idi. And Ayan qərara gəldi ki decided to feed them. To feed it. Onu bəsləsin. And she gave it sausage and then burada ne var? Suddenly many cats çoxlu pişiklər many cats came around her. Qəflətən də başqa pişiklər də onun yanına gəldi. Ayan çox təəccüblənmiş. Ayan was surprised. Sığdı yəni. Surprised. But amma deyir onların hamısına yedirdirdi belə deyil. But she fed them all. Them all da yaza bilərsiniz. All of them də yaza bilərsiniz. Nəysə, xəttim hələ burada yazarmaq yaxşı öyrənməmişəm, amma belə deyil, bir cib oxuyum. One day Ayan was walking along the street. Suddenly she saw a small cat. It was very thin and Ayan decided to feed it.
She gave it sausage. Then suddenly many cats came around her, and Ayan was surprised, but she fed them all. Bu formada yaza bilərik tapşırığımızı və müxtəlif formalarda da yazmaq olar. Bu da sizdən asılıdır, hekayə qurmaq bacarığınızdan asılıdır. Belə bu dəqiqələr uğurlar olsun hər birinizə. Sağ olun.